Mövzu sınağı 7A variantı. Gəlin başlayalım uşaqlar. Kök altda x çıxılsın 1 bölünsün kök altda x 3 olarsa x kvadratı üstə gəl 1 bölü x kvadratı cəmini tap. Uşaqlar x kvadratı kök altında x-in kvadratının kvadratıdır. Yəni mən verilən ifadəni kök altında x çıxılsın 1 bölünsün kök altında x ifadəsinin hər iki tərəfini kvadrata yüksəltsəm, orada kvadrata yüksəldən zaman birincinin ikinciyə hasilini tapanda kök altda x ilə 1 bölünsün kök altda x tərs ədəd olduğuna görə islah olunur, ixtisar olunur hasilləri. Yenə birincinin kvadratına ikincinin kvadratında dəyişən qalır. Digər iki mislində dəyişən qalmadığına görə onu keçirirəm sağa və bir də təzədən kvadrata yüksəldəcəm, alınacaq. Baxın, birincinin kvadratı çıxılsın birinci ilə ikincinin hasilinin 2 misli üstə gəl ikincinin kvadratı bərabərdir 9. Hər tərəfi kvadrata yüksəltdim, verilən ifadədir. Kök altı x-in kvadratı x. Burada kök altı x ilə kök altı x ixtisara gedir. Çıxılsın 2 qalır. Üstə gəl. 1 bölü kök altı x-in kvadratı da 1-in kvadratı 1. Kök altı x-in kvadratı x bərabərdir 9. 2-ni sağa keçirsən 1 bölü x üstə gəl x bərabərdir. 2 sağa keçəndə işarəsini dəyişir olur müsbət. 9-un üstünə 2 11. Sonra mən təkrar olaraq hər tərəfi yenə kvadrata yüksəldirəm. Onda olur birincinin kvadratı üstə gəl. Birinci ikinciyə hasilinin 2 misli üstə gəl ikincinin kvadratı bərabərdir 121. X kvadratı üstə gəl. Burada yenə x-lar ixtisar olunur. Üstə gəl 2 qalır. Üstə gəl 1 bölünsün x kvadratı bərabərdir 121. Sonra 2-ni sağa keçirdirəm. X kvadratı üstə gəl 1 bölü x kvadratı bərabərdir 121-dən 2 çıxıram. 119 almış oluram cavab. Doğru cavab olur A bəndi. A bəndi niyə? B bəndi üzr istəyirəm. Doğru cavab B. 119. Neynədir? Verilən ifadəni 2 dəfə ard-arda kvadrata yüksəltdik və soruşulan ifadə alındı. Sonra keçək ikinci suala baxaq. Sual 2. O mərkəzli çevrədə CD ilə AB perpendikulyardır. CD və AB vətərlərdir. Özdə bir-birinə perpendikulyar. CM 16 cm, OM 1,5 MB olarsa çevrənin uzunluğunu tapın. Gəlin biz çevrənin şəklini çəkək. Çevrə üzərində verilənləri qeyd edək. Samin qoşula bildin? Salam, bəli müəllim. Salam. Hə. Elə ikinci sualdayıq. Birinci sualı izah edim, 2-dəyik. B A O M. Gəlin verilənləri şəkil üzərində qeyd edək. Verib ki, CM 16-dır. Yəni C-dən M-ə qədər məsafəmiz CM. Bura 16 santimetrdir. Və bir də verib ki, OM bərabərdir 1,5 MB. Yəni MB-ni 1,5-ə vursam OM edir. Mən MB-yə x desəm, şəkildə də gətirib MB-nin yerinə x yazsam, OM olacaq 1,5 x. Bura 1,5 x olmuş olacaq. OM-də, yəni qırmızı göstərirəm. OM 1,5 x olacaq. Bizdən çevrənin uzunluğunu soruşur. Çevrənin uzunluğu C bərabərdir 2 pi R düsturuna hesablanır. Biz çevrənin uzunluğunu tapmaq üçün radiusu bilməliyik. Pi-ni verməyib, pi olduğu kimi qalacaq. İndi mən radiusu tapmalıyım. Bax, O ilə C-ni birləşdirsəm, OC mənə radiusu verir də. Çevrənin radiusunu verir. Və bu OC radiusu OB-də radiusdur. Bax, bu qara rənglə göstərirəm. O-dan B-yə, mərkəzdən çevrəyə qədər məsafəyə radius deyilir də. OB də radiusdur. 1,5 x, 2,5 x. Yəni bu OC 2,5 x-dir.
Burada perpendiküler vermişdi axı. Onda S, onu göstərim qırmızı rənglə. S, M, O üçbucağı, düz bucaqlı üçbucaqdır. Pifagoru tətbiq eləsəm mən x-i tapa bilərəm. Və x-i tapsam artıq radiusu tapa biləcəm də. Deməli, 16 və 1/5 katetlərdir. 2/5 x-dakı hipotenuzdur. 1/5 x-in kvadratı üstə gəl 16-nın kvadratı bərabərdir 2/5 x-in kvadratı. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratı. 15-in kvadratı 2/125 x kvadratı üstə 16-nın kvadratı 256 2/15'in kvadratı 6/125 x kvadratı. Bu 2/125'i sağa keçirdirəm. 256 bərabərdir. 6/125 x kvadratından 2/125 x kvadratını çıxsam, qalacaq deməli 4x kvadratı. Sonra hər tərəfi 4-ə bölürəm. X kvadratı bərabərdir. 256-nı 4-ə böləndə 64 eləyir cavab. Kvadratı 64 eləyən ədədlərin biri 8-dir. Biri də -8-dir. Təbii ki, burada -8 kənar kök qəbul olunacaq. Çünki məsafədir də bu. X-in yerinə -8 qoysam, mən radiusu -20 tapmış olacam. Amma məsafə mənfi ola bilməz axı. Ona görə -8-i burada kənar kök götürürük. Amma kvadratı 64 eləyən ədədlər 2 dənədir. 8 ilə -8. Yəni 64-ün kvadrat kökləri 8 -8-dir. Yəni x kvadratı bərabər 64-ün 2 müxtəlif kökü var. Amma çevrədə ödəyən müsbət 8-dir. X-i tapdım. Radiusadakı 2/5 x demişdim burada. R bərabərdir 2/5 vurulsun 8. Bu da edir 20. Yəni çevrənin radiusunu tapdım 20. Qaydıram yuxarı. 2pi r demişdik də çevrənin uzunluğunu. Radiusunu 20 tapdım. 2pi vurulsun 20. O da eləyəcək 40 pi santimetr olmuş olacaq cavab. Doğru cavab olur. Demək D bəndi. Sonra keçək sual 3-ə. 3. X kvadratı üstə gəl m kvadratı çıxılsın 12 vurulsun x üstə gəl 2 bərabər 0 tənliyinin x1 və x2 kökləri üçün x1 üstü 4 vurulsun x2 16 olarsa m parametrini ala biləcəyi qiymətlərin hasilini tapın. Əgər x1 və x2 verilmiş tənliyin kökləridirsə, onda x1-in üstünə x2 kökləri toplayanda ikinci əmsalın əksini verməlidir. M kvadratı çıxılsın 12-nin əksi 12 çıxılsın m kvadratıdır. Köklərin bir-birinə vuranda x1-i x2-yə vuranda isə sərbəst həddi, yəni 2 eləməlidir. Biz bunları bilirik. İndi bir də verib ki bizə x1 üstü 4 vurulsun x2-nin 16 olduğunu verib. Şu an x1 üstü 4'ü x1 üstü 3 vurulsun x1 vurulsun x2 yazıram. Yəni vuranda yenə üstlər toplanır, yenə x1 üstü 4 edir də. Və x1 vurulsun x2-nin 2 qiymətin gətirib burada x1 vur x2-nin yerinə yazıram. Onda bir dəyişən qalacaq. x1-in kubu vurulsun 2 bərabərdir 16. Hər tərəfi 2-yə bölürəm. x1-in kubu bərabərdir 8. Kubu 8 isə x1 onda kubu 8 eləyən ədəd 2-dir. x1-i tapdım. Qaydıram yuxarı əvvəlki yerə. Bax, x1 vur x2 2 idi axı. x1-in yerinə 2 qoysam 2 vurulsun x2 bərabərdir 2. x2 bərabərdir 1. Bunu da tapdım 1. Və indi burada qeyd eləmişdim. Bax, yuxarıdakı x1-in üstünə x2 12 çıxılsın m kvadratıdır. Deməli 12 çıxılsın m kvadratı bərabərdir 3 olacaq. Çünki x1-i 1 tapmışam, x2-ni 2 tapmışam. Burada gətirib yerinə qoysam toplayanda 3 olacaq. Buradan m kvadratı bərabərdir. 12-dən 3 çıxıram 9. Kvadratı 9 eləyən ədədlərin biri 3-dür. Biri də -3-dür. Və m-i tapdım. M müxtəlif qiymətlər alırdı. Məsələyə qaysaq görər yazıb ki, m parametrinin ala biləcəyi qiymətlərin hasilini tapın.
M3 tapmışam, bir də -3 tapmışam. Hasili də olur -9. Dardır. Bax, bu şəkildə yazdıq. Yəni x1 və x2 tənliyin kökləridir deyirsə, dərhal Viet teoremin orada yazıb qeyd edirik ki, onlar bizə lazım olacaq. Sonra məsələmizi rahat şəkildə həll eləmiş olub. Sonra sual 4. A və B həqiqi ədədləri üçün 3 kiçikdir A plus B kiçikdir 8 olarsa, ifadəsinin ala biləcəyi tam qiyməti tapın. Bu kəsrlə belə ifadələr veriləndə, tam qiymətini soruşanda biz onu ayrı-ayrı məxrəcdə yazırdıq da, yadınıza düşür. Mən burada A üstəgəl B ilə 6-nı ayıracam. A üstəgəl B-də A üstəgəl B üstəgəl A üstəgəl B-də 6. Yəni, məxrəclər eynidir. Yenə məxrəci olduğu üçün saxlayıb surətləri toplasam, yenə də əvvəlki vəziyyətə qayıtmış olur. Və burada verib ki, A üstəgəl B 3 ilə 8 arasındadır. Yəni, A da B də hər ikisi yəni A üstəgəl B 3 ilə 8 arasındadırsa, A üstəgəl B 0 deyil. 0 olmadığına görə mən A üstəgəl B-ləri ixtisar eləyə bilərəm burada. Bu da bərabərdir. 1 üstə gəlinsin, 6 bölünsün A üstəgəl B qalmış olacaq. İndi bu ifadənin tam qiymət alması lazımdır. Tam qiymət alması da o deməkdir ki, yəni kəsr olmamalıdır. Tam ədədlər natural ədədlər, naturalın əksi olan ədədlər və sıfıra tam ədəd deyilir. Burada da A plus B 3 ilə 8 arasındadır. İndi bu ifadədə, bu kəsrin məxrəcində A plus B-nin yerinə elə ədəd yazmalıyam ki, 6 həmin ədədə bölünsün ki, kəsr qalmasın, nəticə tam olsun. İndi A plus B 3 ilə 8 arasında yerləşirsə, onda A plus B olub 4, 5, 6, 7 ola bilər. Oradanı ödəyən bir dənə 6 olacaq. Çünki digərlərini yazsam, rasional ədəd alınır. 1 eləyəcək, 1-in üstə 1, 2. Ay sağ. Doğru cavabımız olacaq 2. Bu da olur A bəndi. Sonra 5. Bir işi Ləmanla Xədicə 12 sadə, Sərdarla Fidan 6 sadə, Mehdi, Həsən və Hüseyin isə birlikdə 5 sadə yerinə yetirirlər. Onlar hamısı birlikdə işi neçə saata yerinə yetirərlər. Onlar hamısı birlikdə işləsələr, işi x saata yerinə yetirərlər. Yəni, hamısı birlikdə işləsələr, bir iş x saata yerinə yetiriləcək. Təbii ki, görülən iş 12-dən də, 6-dan da, 5-dən də az olacaq. Niyə? Çünki hamısı birləşib işləyirsə, iş daha tez bitəcək. İndi Ləmanla Xədicə bir işi 12 saata yerinə yetirirdilərsə, onlar 1 saatda işin 12-də 1-in yerinə yetirəcəklər. Sərdarla Fidan 6 saata yerinə yetirdilərsə, 1 saatda 6-da 1-in, Mehdi, Həsən, Hüseyin birlikdə 5 saata yerinə yetirilərsə, 1 saata 5-də 1-in. 5-də 1. Gəlin bunların 1 saatı, hamısı birlikdə işlədirsə, bunların işlərini toplayırıq. Əgər işi x saata tam bitirəcəkdilərsə, bunlar 1 saatda x-in işin x-da 1 hissəsini görmüş olacaqlar. Və tənlimimizi qurduq. Mən buradan x-i tapsam, məsələni həll eləmiş oluram da. 12-dir, 6-dır, 5-dir, ortaq məxrəc 60-dır. Birinci kəsirimizi 5-ə, ikinci kəsirimizin sürəti məxrəcini 10-a, üçüncü kəsirimizin sürəti məxrəcini 12-yə vuracaq. Olacaq 60-da bir dəfə 5-in 5, üstə gəl bir dəfə 10-un 10, üstə gəl bir dəfə 12-in 12 bərabərdir x-da 1. 60-da 27 bərabərdir x-da 1. 27x bərabərdir 60, hər tərəfi 3-ə ixtisar edirəm, 9x bərabərdir 20, x bərabərdir 20 bölünsün 9. Bu deyir 2 tam 9-da 2 saata yerinə yetirmiş olarlar. Doğru cavab E. Yəni birlikdə işləyəndə onların işləri toplanır. Sonra keçək sual 6-ya.
Bərabərsizliklər sisteminin tam həllər cəmini tap. Demişdik biz sistem həll edəndə hər bir sistemdə olan hər bir bərabərsizlik ayrıca həll olunur və həllərin kəsişməsi tapılır. Və xətti bərabərsizlikləri həll edəndə ədədlər sağa keçirdi, məhsullar solda qalırdı. 4x böyük bərabərdir. 16-nı keçirdirəm sağa, -16. Aşağıda da 5x kiçik bərabərdir, 36. Ədədləri keçirtdim sağa. Sonra birinci bərabərsizlikdə hər tərəfi 4-ə bölürəm. X böyük bərabər -4 alınır. Aşağıdakında da 5-ə bölürəm. X kiçik bərabərdir 7,2. Sonra bərabərsizliklərin hər birinin həllini ədəd oxunda qeyd edir. 7,2 bərabər işarəsi olduğuna görə nöqtələri rəngli qeyd edəcəm. Bir də -4-ü qeyd edirəm. -4 bura, 7,2 bura. -4-dən böyük ədədlər -4-ün sağ tərəfidir. Bunu ştrixləyirəm axıra qədər. 7,2-dən kiçik ədədlər isə 7,2-nin sol tərəfidir. Və -4, sistem həll edəndə demişdik, sistemdə biz həllərin kəsişməsini götürürük və kəsişmədə ştrixlərin üst-üstə düşdüyü yer. Yəni bu bərabərsizlik sisteminin həlli. Bəli, bunun həlli -4-dən 7,2 parçasıdır. Hər ikisi qapalıdır, çünki nöqtələr rənglidir. Bərabərlik işarəsi var. Bizə deyir tam həllərinin cəmini tapın. -4-dən 7,2-yə kimi -4, -3, -2, -1 daha ki gedir 7-yə kimi toplamalıyıq biz bunları. -4-dən 4-ə kimi cəm 0 eləyəcək, çünki əks ədədlərdir. Qalacaq 5 üstə gəl, 6 üstə gəl, 7. O da olacaq. 18. Doğru cavabımız olacaq C. Sonra keçirik 7-yə. XY hasilin sorusu tənişlər sistemində. Sistemi əvvəlcə həll eləməliyik. Həll eləyəndən sonra XY-i tapıb bir-birinə vurmalıyıq. Uşaqlar, 5 ilə 2-ni 10 eləyə bilərəm də. Çünki onların əmsalları əksdir. Yuxarıdakı 2-yə, aşağıdakı tənliyin hər bir həddini 5-ə vuracam. Vurub burada yazıram. 12 6 dəfə 2 12x çıxılsın 5 dəfə 2 10y bərabərdir 2 dəfə -6 -12. Aşağıdakını 5-ə vuranda 20x üstə gəl 10y bərabərdir 5 dəfə 28-in 140. İndi tərəf-tərəfə toplasam bu sistemləri y-lər bir-birinin əksi olduğuna görə islah olunacaq. Qalacaq 32x bərabərdir 140-dan 12 çıxanda 128. Sonra hər tərəf 32-yə bölürəm, x bərabərdir 4 tapıram. X-i 4 tapandan sonra gətirirəm aşağıdakını elə yerinə qoyuram. Burada 4 yazıram x-in yerinə. Olur 80 üstə gələk 10y bərabərdir 140. 10y bərabərdir 60, y bərabərdir 6. 24. Bəli, XY hasil olacaq. 6 vur 4, 24. Doğru cavabımız A. Sonra keçirik 8-ci sual. ABCD kvadratında BY 2 kök altı 29 və AY'nin YD'yə nisbəti 3-ün 4 olarsa kvadratın sahəsini tapın. Kvadratın sahəsini tapmaq üçün onun tərəfini bilməliyəm. AY'yə 3K deyirəm. Çünki 3-ün 4-ə verib də 3K bura, 4K bura. Onda kvadratın tərəfi olur 7K. Onda AB olur 7K. Və kvadratın bucaqları 90 dərəcədə. Onda biz Pifagorla K-nı tapa bilərik də. Mənə lazımdır ki, K-nı tapım. Qoyum yerinə tərəfi hesablayayım. Pifagorla yazacağım. Deməli 7K-nın kvadratı üstə gəl 3K-nın kvadratı bərabərdir 2 kök altında 29-un kvadratı. Pifagor teoreminə görə. 49 eləyir bu. Bu biri də 9K kvadrat eləyir. Bu birisi də eləyir 4 vur 29. Yəni 2 kök altı 29-da hər bir vuruq qüvvətə yüksəldir. 2-nin kvadratı 4, kök altı 29-un kvadratı 29. 58K kvadratı bərabərdir.
Uşaqlar 4-ün ikisini vururam, ikisini saxlayıram. 2-sini vururam 29-a 58. Olur 2 vur 20 58. Yəni 4-ü 2 vur 2 yazdım. 2-nin birini 29-a vurdum. Sonra hər tərəfinə 58'ləri attım. K kvadrat 2 oldu. Onda K olur kök altı 2. Kök altı 2. K kök altı 2'dirsə onda bu 7K olacaq. 7 kök altında 2'dir kvadratın tərəf. Kvadratın tərəfini bilirəmsə sahəsi olur S bərabərdir A kvadratı. Yəni İki. tərəfi 7 kök Yeddi altında kök 2'dir. altı 7 kvadrat. kök altında 2'nin kvadratı 49 vur 2 bərabərdir 98. Vahid 98. verilməyib, ona görə vahiddə yazmıram. Doğru cavab deyil. Belə yaza bilərik. Sonra keçirik 9-cu suala. 9-cu sualda bundan bir neçə dəfə işləmişik. Venn diaqramı çəkməliyik biz burada. Yəni bu həmişə həll etdiyimiz məsələdəndir. Demək, hansı fənlər? Azərbaycan dili, riyaziyyat, az dili, bir də riyaziyyat fənlərindən qiymətlər. Bir sinifdə Azərbaycan dilindən 5 alanlar 80%, riyaziyyatdan 5 alanlar isə 50%dir. Yalnız riyaziyyatdan 5 alanların sayı 6 olarsa, sinifdə hər iki fəndən 5 alan şagirdlərin sayını tapın. Şu an sinifdə olsun cəmi X nəfər şagird. İndi bu X şagirdin 80%-i riyaziyyatdan 5 alır. Yox, Azərbaycan dilindən 5 alır. X-in 80%, X-in 80% 0,8x Azərbaycan dilindən 5 alır. 50% 0,5x riyaziyyatdan 5 alır. Mən bunları toplayanda hara getdi bu? Hə. Toplayanda görürəm ki, eləyir nəticə 1,3x. Amma sinifdə x şagird var idi. Bunların cəmsi 1,3x elədi. Deməli bu 0,3x artıqdır. Yəni o hara düşür? Kəsişmir. Yəni 2 dəfə sayılına görə artıq o. Yalnız riyaziyyatdan qiymət alanlar bilirik də bu ştrixlənmiş hissədir. 6 nəfər də riyaziyyatdan qiymət alıb. Bu şəkildə. Onda riyaziyyatdan qiymət alan şagirdlər olur 0,3x üstəgəl 6. Cəmsi bu qədər olur. Azərbaycan dilindən qiymət alan şagirdləri bilmirik. Cəmsi şagirdimiz x-dir də. Mən x-dan onda bu riyaziyyatdan qiymət alanları çıxsam, mənə yalnız Azərbaycan dilindən qiymət alanları tapa bilərəm. X-dan 0,3x üstəgəl 6-nı çıxıram. Və yaxud da ki yox, bu belə yazmırıq. Azərbaycan dilindən 0,8x qiymət alırdı. 5 alırdı. Onun 0,3x-ini bura yazmışam. Bura onda 0,5x yazmış olacağam. Və bunların cəmsi x eləməlidir də. Çünki cəmi şagird sayını verir də. Yəni 0,5x üstəgəl 0,3x üstəgəl 6 bərabərdir x-a. Cəmsi şagirdlərin sayını verir. 0,8x üstəgəl 6 bərabərdir x. 0,8-i sağa keçirdirəm. 1x-dir. 1-dən 0,8 çıxanda 0,2x bərabər 6 qalır. X bərabər 60 böl 2. Yəni hər tərəfə 10-a vurdum, sonra böldüm. Bu da elədi 30. Demək sinifdə 30 şagird var. Bizdən soruşur ki, hər iki fəndən olan şagirdləri, 5 alan şagirdlərin sayını tapın. Hər iki fəndə 0,3x demişəm. 0,3-ü vururam 30-a. X-in qiymətini qoyuram yerinə. O da eləyir 9 nəfər hər iki fəndən qiymət alır. Sonra keçirik sual 10. Tənliyi həll edin. Rasional tənliklər həll edəndə ortaq məxrəc tapıb hər tərəfə ortaq məxrəcə vururduq. Amma məncə burada ehtiyac olmayacaq. X kvadrat üstəgəl 3 bölünsün x çıx 5 bərabərdir 25 çıxılsın 3 bölünsün 5 çıx x. Bir dənə burada bərabərin solundakı 3 bölünsün x minus 5'ə baxırıq. Bir də sağdakına baxırıq. Sadəcə məxrəclər bir-birinin əksisidir. İndi mən
sağda olan 3 böl 5 minus x-i keçirdəcəm sola. X kvadrat üstə gəl 3 bölünsün x minus 5. Üstə gəl 3 bölünsün 5 minus x bərabərdir 25. Yəni bu sola keçəndə işarəsini dəyişdi də. Qarşısında mənfi idi, sola keçdi, oldu müsbət. Demək, birinci kəsirin məxrəci x çıx 5-dir, ikinci kəsirin məxrəci 5 çıx x-dir. Yəni bunlar bir-birinin əksisidir. Əgər mənim birinci kəsirim müsbətdirsə, onda bu biri mənfidir. Yəni bu kəsirlər bir-birinin əksi olduğuna görə cəmi 0 eləyir. Qalır x-in kvadratı bərabər 25. X-in kvadratı 25 eləyən ədədlərin biri 5-dir. Biri də ki, mənfi 5-dir. İndi uşaqlar, burada 5 kənar kök götürüləcək. Niyə görə? Çünki biz rasional tənliyi həll elədik axı. Və rasional tənliyi həll eləyəndə yadınızdasa demişdik, rasional tənlikdə aparıb kökü yerinə qoyub yoxlamaq lazımdır. Və 5-i gətirib burada x çıx 5-in yerinə yazsaq, məxrəc 0 edir, kəsirin mənası olmur. Ona görə 5-i cavab kimi götürmürük. Doğru cavab mənfi 5 olur. O da olur B bənd. Bax, diqqət eləməli məqamlar bunlardır. İmtahanlarda da düşsə, rasional tənlikdən həll eləyəndən sonra kökü yerinə qoyub yoxlayın, görün. Məxrəci 0 eləyən varsa, onu cavab kimi götürməyəcək. 11-ci sual, səhv eləmirəmsə, bu oxşarlıq idi deyəsən bu. Baxaq bir dənə buna. 1-2 dənə keçmədiyi sualla rastlaşar uzaqbaşı. Onu da keçdikcə qayıdıb baxarsın. A, B, C, Y, D. Demək, düzbucaqlı üçbucağında A bucağı 90 dərəcədir. YD ilə BC perpendikulyardır, qeyd eləmişəm. Yəni, bunlar da 90 dərəcədir. BY 3-dür. BY 3 yazdıq. AY 2-dir. Burada 2 yazdıq. BD-nin DC-yə nisbəti 1-in 2-yədir. Yəni, bura K-dır, burada 2K-dır. 1-in 2-yədir də. YD-ni soruşur. Bura bir qırmızı sual işarəsi qoyuram. Bunu tapmalıyım. Əgər mən K-nı bilsəm, YD-ni Pifagorla tapa bilərəm. Çünki burada BYD düzbucaqlı üçbucaqdır. Pifagorla tapa bilərəm. Amma K-nı bilmirəm. Ki, neçədir? AC-ni bilsəydim, K-nı tapa bilərdim. AC-ni də bilmirəm. Çox təəssüf, bilmirik onu da. Yəni, burada bildiyimiz qaydalarla biz bunu tapa bilmirik. Ona görə keçmədiyimiz mövzu oxşarlıqla biz bunu tapmalı olacaq. Mən C bucağına alfa, B bucağına beta desəm. Baxın, böyük bucaq var, A, B, C. Bir bucağı 90-dır, bir bucağı alfadır, bir bucağı betadır. Və BYD-nin də bir bucağı 90, bir bucağı betadırsa, bu Y bucağı da alfa olmalı. Çünki alfa ilə betanın cəmi 90 eləməlidir da. Bu birisində böyük bucaqda alfa ilə betanın cəmi 90-dırsa, kiçikdə də eləməlidir. Demək, bu üç bucaqlar oxşar. Yəni, bütün bucaqları eynidir və tərəflər də mütənasib olduğuna görə bu üç bucaqlar oxşar. Oxşar üç bucaqların uyğun tərəflərinin nisbəti bərabər olur. Uyğun tərəflər də konqruent bucaqların qarşısında duran tərəflər. İndi kiçik üç bucağın alfasının qarşısında K dayanır. K-nın böyük bucağın alfasının qarşısında 5 dayanır. Bütün üstünə 2, 5. Bura bütöv götürülür da. Böyük bucağın kateti. Bərabər olmalıdır. Kiçik üç bucağın 90'nın qarşısında 3 dayanıb. Böyük bucağın 90'nın qarşısında 3K dayanıb bütövlükdə. Və buradan 3K kvadratı bərabərdir 8. K kvadratı bərabərdir 8 bölünsün 3. Mən K kvadratını tapdımsa mənə bəsdir. K-nı tapmayacağım. Çünki bu sual işarəsində də biz məsələn x desəm, onda olacaq x-in kvadratı üstə gəl K-nın kvadratı bərabərdir 3-ün kvadratı. Pifagor teoremi. Bu qırmızı üst bucağı görürsünüz. Pifagor teoremini həll edəsəm. X-in kvadratı üstə gəl K-nın kvadratı 3-də 8 oldu, bərabərdir 9. X-in kvadratı bərabərdir 9 çıxılsın 3-də 8.
9-un da əvəzinə 3-də 27 yazsam, 3-də 27 çıxılsın 3-də 8 bərabərdir 3-də 19. O cavab alınmır axı belə. Düz elədi uşaqlar. Biz burada nəsə səhv eləmədik. Demək, bura alfa dedim. Bura oldu beta məsələn. Onda burada alfa olmuş olur. BD 1K, DS 2K, B'ye 3, A'ya 2 olarsa YD'ni tap. YD də X'dir, onu tapmalıyam. Deməli, kiçiyin alfasının qarşısında K'dır. Böyüyün alfasının qarşısında 5'dir. Kiçiyin 90'ın qarşısında 3'dür. Böyüyün 90'ın qarşısında 3K'dır. Maşallah 5 3 vuranda 8 edir, 15 edir. Mən çarpaz vuranda burada 3K kvadrata bərabər neçə olur? 15. 5 3 vurub 8 yazmışam. Toplam. K kvadratı bərabərdir 5. K kvadratı 5'dirsə, onda mən bu 3'də 8'i 5 eləsəm, 9'dan 5 çıxsam, x'in kvadratı 4 tapmış olacam və x bərabərdir 2. Mənfi 2'ni götürməyəcəm cavab kimi. Doğru cavab olur A. Sonra keçirik 12-ci sual. Bərabərsizliyini həll edin. 3x çıxılsın 9 bölünsün mənfi 5 böyük bərabərdir mənfi 6. Həll eləmək lazımdır bərabərsin. Biz hər tərəfi 5'ə, mənfi 5'ə vursaq, kəsirdən azad eləyəcək. Kəsirdən azad eləyəndən sonra xətti bərabərsizliyi rahat şəkildə həll eləyə bilərik. Amma bərabərsizliyin hər tərəfi mənfi ədədə vuranda bilirik ki, işarə dəyişir. Hər tərəfi mənfi 5'ə vursam, mənfi 5 vurulsun, mənfi 5'də 3x çıxılsın. 9 böyük bərabər, kiçik bərabərdir. Mənfi 5 vurulsun, mənfi 6. İşarəni dəyişdik. Mənfi 5'lər ixtisara getdi. 3x çıx 9 bərabərdir. Müsbət 30. Mənfi 5'in Mənim kiçik bərabərdir. Kiçik bərabərdir. 3x bərabərdir. 30'un üstündən 9. 39. Yenə bərabər yazdım. X hər tərəfi 3'ə bölürəm. X kiçik bərabərdir. 13 tapdım. Həll edin deyir. 13'dən kiçiyə dedilər. Mənfi sonsuzluqdan 13'ə qədər. Doğru cavab olur B. Sonra keçirik 13'ə. Tənliyi həll edin. Şu an irrasional tənlikləri həll eləmək üçün hər tərəfi kvadrata yüksəldirdi. Yadınızdadırsa. Sadəcə irrasional tənliklərdə bərabərin bir tərəfində kök olurdu. Digər tərəfində də ədəd, hansısa ifadələr. Ona görə mən burada 2'ni keçirirəm sağa. Kök altında 3x plus 1 bərabərdir 5. Uşaqlar 3x üstə gəl 1 ifadəsi sıfırdan böyük bərabər olmalıdır. Çünki kökün altında mənfi olsa bunun mənası olmaz. Ona görə də biz bu tənliyi həll eləyəndən sonra tapdığımız köklərdə yerinə qoyub yoxlamalıyıq. Ya da ki, bu bərabərsizliyi ayrıca həll eləyirəm. 3x böyük bərabərdir mənfi 1, x böyük bərabərdir mənfi 1 bölü 3. Yəni, mənim tapdığım köklər mənfi 3'də 1'dən böyük olmalıdır. Mənfi 3'də 1'dən kiçik kök tapsam, həll kimi götürməyəcəm. İndi hər tərəfi kvadrata yüksəlsəm, onda 3x plus 1 bərabərdir 25 olacaq. 3x bərabərdir 25'dən 1 çıxıram. 24, x bərabərdir 8. 8'i də yerinə qoysam ödəyir, müsbət ədəddir. Deməli, doğru cavab 8. Yəni, irrasional tənliklərdə də kökü tapandan sonra yerinə qoyub yoxlamaq lazımdır. İmtahanlarda ümumiyyətlə çalışın ki, tənliklər həll eləyəndən sonra fərqi yoxdur. Hansı tənlik olur olsun, kökü yerinə qoyun, yoxlayın. Çünki yanlışa yol verə bilərsə, ola bilər ki, tənliyi doğru həll eləmərsən. Kökü yerinə qoyub yoxlayanda doğru cavab alınmayacaqsa, biləcəksən ki, yanlış həll eləmsən. 14-cü sual. A və B natural ədədlərdir. Yazıb A və B naturaldır. Bunu yadda saxlayaq. Çünki bu natural, tam, rasional, irrasional olmağı önəmli bir məsələdir. Və 4A
bərabərdir 5B şərtini verib əbob AB 24 olarsa A üstəgəl B-ni soruşur. Demək biz əvvəllər demişdik. Məsələn, əbob deyək ki, 120 ilə məsələn deyək ki 240-ın məsələn əbobun soruşursa, bunların hər ikisinin yanında bir sıfır var, 10-a bölünürlər də. Mən onu əbobun qarşısına çıxardıb bunu 10 vurulsun əbob 12 24 yaza bilirəm. Yəni ortaq vurğu çıxardıram qarşıya. Onda mən onu çıxardıramsa onu təzədən onlara qaytarıb vura bilirəm də. Niyə eləyirik bunu? Çünki bax 4A 5B'yə bərabərdir. Yəni A ilə B-nin əbobunu 24 veribsə, əgər bu A ilə B-ni mən birin o biri ilə ifadə etsəm, hər ikisi A və yaxud da hər ikisi B olsa, əbobu tapa biləcəm də. Çünki ayrı-ayrı bilmirəm neçədir. Əbobu 24 eləyən o qədər ədəd var ki. Ona görə mən bu bərabərliyin hər iki tərəfini 4-ə vururam. 4-ə vurandan sonra olacaq əbob 4-ə aparıb vururam mötərizənin içərisində olur 4A 4B bərabərdir 96. Və yuxarıda verilmişdir ki 4A 5B'yə bərabərdir. Bax burada verib 4A 5B. Gətirib yerinə qoysam onda olacaq əbob 4A'nın yerinə 5B yazsam 5B 4B bərabərdir 96. İndi 4B ilə 5B'nin əbobu 96-dırsa B neçədir? Görürsünüz 4 ilə 5 ardıcıl ədəd. Onlar qarşılıqlı sadədir. 4 ilə 5-in əbobu 1-dir. Onda bunların əbobu elə B-dir də. Yəni B ortaq vuruqdur. Əbob nədir? Hər iki ədədin bölündüyü ən böyük ədəd. Yəni ortaq böləndir də əbob. Onda bunlar üçün ortaq vuruq elə B-dir. Ona görə əbob 5B ilə 4B'nin əbobu B edir. Onda B bərabər olur 96-ya. B-ni tapdım 96. Gətirib burada yuxarıda 4A bərabər 5B ifadəsini yazıram. 4A bərabərdir. 5 vurulsun B yazmıram. 96 yazıram. Hər tərəfi 4-ə ixtisar edirəm. A bərabərdir. 5 vurulsun 24. O da eləyir 120. A-nı da tapdım. B-ni də tapdım. Məndən A plus B-ni soruşur. A plus B bərabərdir. 120 üstəgəl 96. Doğru cavabımız olacaq 216. 216. Əgər məsələn belə bir misal olsa, məsələn əbob deyək ki 4B 6B olsa, 4B ilə 6B'nin əbobu 2B olur. Çünki 4 ilə 2-nin əbobu 6-nın əbobu 2-dir və B də hər ikisində ortaq vuruq olduğuna görə bu əbob 2B olur. Amma burada 5B ilə 4B-də 4 ilə 5-in əbobu 1 elədiyinə görə ortaq vuruq bir dənə B qalır. Əbobu B eləmiş olur. Sonra sual 15. Tənliyin kökü 5 olarsa A-nı tapın. Tənliyin kökü X5'dir bunda. bəli, kökü X-in qiymətidir də. X-in yerinə 5 yazacağam, A-nı tapacağam. Surətdə olacaq A üstə gəlinsin 1, vurulsun 5, üstə gəl 4. Məxrəcdə də 2 vurulsun 5, çıxılsın 1 bərabərdir 4. Surəti yazıram. 5-i vurub açıram. 5A üstə gəl 5. Vurmanın paylama xassəsinə görə 5 hər ikisinə vurdum. Üstə gəl 4. Bölünsün. Məxrəc eləyir 9 bərabərdir 4. Surət eləyir 5A üstə gəl 9. 5 ilə 4 9 bərabərdir. 9 da bu 4-ə vurulur 36. 5A bərabərdir. 36-dan 9 çıxsam 25. 36-dan 9 çıxandan neçə qalır? 27. 27. A bərabərdir. 27-ni də 5-ə bölürəm. 5 tam onda 4. Doğru cavab olur E bəndi. Yəni tənliyin kökü verilibsə o kök X-in qiymətidir. Aparıb X-i də yerinə qoyur. Tənliyi Y ilə verilibsə onda Y-in qiyməti olur da. Yəni dəyişən hansıdırsa o. Görürsünüz orada A-nı tapın deyir. A-nı tapın deyirsə, deməli bu kök X-in qiymətidir. Desəydi kökü 5-dir, X-i tapın, onda mən aparıb A-nın yerinə 5 yazacaqdım.
16. X üstü 20 bölünsün 4 çıxılsın n çıxılsın 2 x üstü 2n çıxılsın 5 üstə gəl 3. Nə deyir burada? N'in hansı tam qiymətində ifadəsi çox hədli olar? Şöyle bir hədlərin cəbri cəminə çox hədli deyilir. Çok hadi değil. Aha. Bir hədli də ki, bilirsiniz ki, üstündə kəsir olmamalıdır, mənfi olmamalıdır, qüvvət üstü natural olmalıdır. Dəyişənlərin qüvvət üstü natural olmalıdır ki, biz ona bir hədli deyə bilək. Kəsirdirsə, mənfidirsə o natural deyil. İndi x üstündə yazılıb ki, 20 bölünsün 4 çıxılsın n. Bunu biz natural ədəd eləməliyik. Onda 20 məxrəcə bölünməlidir ki, cavab natural eləsin. 20 bölünür 1-ə, 20 bölünür 2-yə, 20 bölünür 4-ə, 5-ə, 10-a, 20-yə. Yəni bu məxrəcdəki 4 çıxılsın n ifadəsi ya 1 olmalıdır, ya 2 olmalıdır, ya 4 olmalıdır, ya 5 olmalıdır, ya 10 olmalıdır, ya 20 olmalıdır. Həmçinin də o n'in qiymətini gətirib bu birisində də 2n çıxıb 5-in də yerinə yazanda bu da natural olmalıdır. Hər ikisinin qüvvəti natural olmalıdır. İndi 4 çıxılsın n'in 1 olması üçün n'in yerinə 3 yazmalıyam. 2 olması üçün n'in yerinə 2 yazmalıyam. 4 olması üçün n'in yerinə 0 yazmalıyam. 5 olması üçün n'in yerinə mənfi 1 yazmalıyam. 10 olması üçün n'in yerinə mənfi 6 yazmalıyam. 20 olması üçün n'in yerinə mənfi 16 yazmalıyam. 4-dən mənfi 16 çıxsam, müsbət 20 edir də. Deməli, n'in qiymətlərini tapdım. 3, 2, 0, mənfi 1, mənfi 6, mənfi 16. Bunlar olmalıdır. İndi bu mənfiləri gətirib burada ikincidə olan x-in üstünə yazsam, x-in qüvvət üstü mənfi eləyəcək. Ona görə mənfilərin hamısını siləcəm, çünki mənfilər heç biri ödəməyəcək. Qaldı ki, 0, 2, 3 ədədlərindən 0-ı yazsam, o da mənfi eləyir, ödəmir. 2 yazsam, 2 dəfə 2, 4. 4-dən 5-dən mənfi 1, o da ödəmir. Bir dənə doğru cavab ödəyir, 3. Baxın, 3'ünü 3 tapdım da. 20 bölünsün 4 çıxılsın 3. Eləyir 20 bölünsün 1. 20. Qüvvəti natural elədi. 2n çıxılsın 5-dən də yerinə 3 qoysam. 2 vurulsun 3 çıxılsın 5. 6 çıxılsın 5. 1 elədi. Üstü natural olur. Deməli, hər ikisini ödədik. Başa düşdünüz bunu uşağı? Bəli, gördüm. Yaxşı. Bu, deməli, 16-cı sual. Sonra keçirik 17-ci suala. Bircə dəqiqə uşağı, üzr istəyirəm. Hə, uşaqlar. Demək, 16-cı sualda həll elədik. Demək, cavabı neçə tapdıq? 3. 3. 17-yə baxaq. A çıxılsın B 5 verib. Bunu yadda saxlayaq. A kvadratı üstə gəl AC çıxılsın AB çıxılsın BC 54 olarsa A üstə gəl C-ni tapmaq lazım. Uşaqlar, gəlin verilən, bizdən soruşulan, daha doğrusu bizə veriləni vurğuları ayıraq görək. Nəsə bir işimizə kömək edəcək. Bax, birinci ikisindən A-nı çıxarsam ortaq vuruq. A üstə gəl C tapacaq. İkinci ifadələrdən də mənfi B-ni çıxarsam, o da A üstə gəl C olacaq da, mənfini çıxartdırmaq mı ötəzdən? Bəli. Burada da A-sə gəlsə ortaq vuruq. Bax, A üstə gəlsə hər ikisində var. A üstə gəlsə ortaq vuruq kimi çıxır. Qalır A çıx B bərabər də 54. Mənə də bu lazım idi da. Çünki A çıxılsın B-nin qiyməti yuxarıda verilib ki 5-dir. Bura mən 5 yazsam, A üstə gəl C vurulsun 5 bərabər 54 olacaq.
və A üstəgəl C bərabərdir. 54-ü 5-ə bölsəm 10,8. Evet. 10,8. 50-də 10 dəfə, 4-də də 0,8 dəfə 10,8 olmuş olacaq. Doğru cavab. Sonra 18. ABC bərabər yanlı üçbucaq. Yəni üçbucağın iki tərəfi bərabərdirsə, o üçbucaq bərabər yanlı üçbucaqdır. Beraber yansıyacak. Bərabər olan tərəflər yan tərəflərdir. Digər tərəf isə oturacaqdır. Və Oturacak. bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları bərabər. Beraber. Beraberdik. Buranı 106 dərəcə verib. İndi ABC bərabər yanlı üçbucağına AB ilə BC bərabər. Deməli AB ilə BC yan tərəflərdir. Onda AC oturacaqdır. AC oturacaqsa onda C'dəki bucaqla A'dakı bucaq bir-birinə bərabər olacaq. Bax qırmızı qeyd elədim onları. DAC ilə DBA burada verib ki DAC bərabərdir DBA. DAC haradır? DAC bura. DBA haradır? Bura. DBA burayı bura. Səhv elədim. Deməli buradakı bucağa bax qırmızı yox ha, bax bura alfa deyirəm, bir də bura deyirəm alfa. Çünki o bucaqları bərabər verib. ADB 106 olarsa ABC-ni tapın. Yəni B bucağın bütövlükdə soruşur bizdən. Bucaq ABC-ni soruşur. Yəni B-ni bütövlükdə soruşur ki, neçə dərəcə? Mən əgər A ilə C-ni tapsam, ikisini 180-dən ikisini çıxıb oranı tapa bilərəm də. Bu B bucağın bütövlükdə soruşur ki, neçə dərəcədir? Yaxşı. Görək indi burada bizim ağlımıza nə gəlir, nə düşünək? Necə eləyək ki, biz onu tapa bilək? C de alfadır. Xeyr. Alfa bax Nacimə qara xətlə göstərmişəm. Alfa bu balaca hissədir. C ilə A bütövlükdə bərabərdir. Məsələn, mən C bucağına beta desəm, C bucağına beta desəm, onda A bucağının bu sol tərəfi var, bura bir nöqtə qoyduğum yer. Bura olacaq beta çıx alfa. Çünki burada A bucağı bütövlükdə alfa eləməliydik. Başa düşdük onu? Bəli. İndi ABD üçbucağı var. ABD balaca üçbucaq. Onun daxili bucaqların cəmi 180 olmalıdır da. Yəni alfa üstə gəl, beta çıx alfa üstə gəl 106 bərabər 180 eləməlidir. Və alfalar islah olunur. Beta bərabərdir 180-dən 106-nı çıxıram, qalır 74 dərəcə. Mənə də beta lazım idi də. Deməli A bucağı da 74 dərəcədir, C bucağı da 74 dərəcə. 74 eləyir 148. Bizdən B bucağının bütöv soruşur da. 180-dən 148-i çıxıram. Cavab qalır 32 dərəcə. Bu şəkildə həll edib tapa bilərik. 19. 19-da nə görürük uşaqlar? 2 qat radikal. 2 kat radikal. Ayso, ikinci kök var, 19 kök. O 2 qat radikal deyirdik də biz o tipli misal suallara və onun nəyin kvadratı olduğunu tapırdıq. Amma ki 2 qat radikalları biz necə görmüşük? 2 olmalıydı. Ayso, 2 kök altda B olmalıdır. Kökün qarşısındakı 2 olmalıdır. Onda mən belə eləyəcəm də. 19 çıxılsın. 4-ü 2 vur 2 yazacağım. 2-nin birini saxlayacağım çöldə. 1 2-ni salacağım kökün altına 4 kimi. 4-ü 21-ə vuracağım 84. Oldu 19 çıxılsın 2 kök altda 84. İndi mən 2 dənə ədəd tapmalıyam. Vuranda 84 eləsin. Toplayanda 19 eləsin. O ədədlərdən biri 12 olsun. Biri də 7 olsun. 12-ni 7-yə vuranda 84 edir. 12-nin üstünə 7 isə onda mən bu ifadəni kök altında 12 üstə gəl kök altda 7-nin üstə gəl yox
Kvadrat. çıxma olacaq da. Çünki orada çıxma vermişdi axı. Toplama olanda toplama, çıxma olanda çıxma. Çıxılsın kök altı 7-nin mötərizə kvadratı yazdım. Özə birinci böyüyü yazdım ki, mənası olsun da. Onsuz da kökdən çıxanda yenə. O birisi də elə. Aha. Şöyle salanda Bu o da da- kök doğan küsü versin kök altı 7 oldu. Bu ikilər ixtisara gedir, nə çıxır? Kök altı 12, Kök çıxılsın altı kök 12. altı 7. Kök altı 7. 12-ni də 4 vur 3 yazsam. Hə, Nacima, sən deyirsən 2-ni kökün altına Kök salaq. altı. Bəli. Birinci mötərizə. 2-ni kökün altına salsam, kök altı 12 üstə gəl kök altı 7. Deməli, ikinci mötərizəmiz oldu. Kök altında 12, çıxılsın kök altı 7 oldu. Birinci də kök altında 12, üstə gəl kök altı 7 oldu. Sonra onları bir-birinə vururam. Kvadratlar fərqinə görə olur kök altında 12-nin Kvadratlar kvadratı. fərqi kök altı 12 kvadratı. Çıxılsın kök Kök altı 7. altı 7 kvadratı. 12 çıxılsın 7 eləyir. O da olur 5. 5. Doğru cavabımız olur 5. Bax, iki qat radikallarda həmişə bu düsturu yadda saxlayın. Düşəndə tez nəyin kvadrat olduğunu tapa bilərsən. Və orada diqqətli olun ki, kökün qarşısında 2 olsun. 2 deyilsə, ikisini ayır, qalanın sal kökün altına da 2 ilə 2 vurulsun neçəsə yaz, 2 qalsın kökdən çöldə, digərin sal kökün altına. Sual 20. Modulda 3A çıxılsın 18. Üstə gəl, B üstə gəl. 2 kök altında 3. Kiçik bərabər 0 bərabərsizliyini ödəyən A və B tam ədədlərinin cəminin tam hissəsini tap. Tam hissəsini tapın. Şəkilçiləri biraz artıq Bərabərsizliyini olmalıydı. Hərdə o oxuyanda qarışdırıram mən. Uşaqlar, 2 dənə modulu toplamışıq, 0-dan kiçik eləyə bilər o. Xeyr. Eləyə Çünki bilər. modulda müsbət. Müsbətlərin cəmi sıfırdan kiçik olmaz. Asa. Amma 0-dan kiçik olmasa da 0-a bərabər ola bilər də. Bərabər ola bilər. Modulların ikisi də 0 eləsə, o toplayanda da 0 eləyər. Söyləyəcək. Onda hər iki modulun daxilində olan ifadələri 0-a bərabər edirəm. 3A çıxılsın. 3A bərabərdir müsbət 18, A bərabərdir 6. B üstə gəl 2 kök altında 3 bərabərdir 0. B bərabərdir mənfi 2 kök altında 3. Mənfi Sağa kök altında keçsin də. Nə soruşurdu bizdən? Şahane. A və B Cəmin ədədlərinin tam. cəminin tam hissəsini. Toplasam bu Cəmin olur tam. 6 çıxılsın 2 kök altında 3 olur da toplayanda. Evet. Bu da bərabərdir. 6 çıxılsın. 2-ni sallam kökün altına 4 kimi gəlir. Kök altında 12 olur. İndi uşaqlar 12-dən kökü neçə çıxır təxminən qiymətləndirək. 12 kök altında 9 ilə 3 tam neçəsi? 3 tam neçəsə. Yəni bu olur 6 çıxılsın 3 tam neçəsə. 3 tam eləyir. Onda bərabərdir. Üç 6-dan 3 tam neçəsə çıxsam 2 tam neçəsə qalır da. Məsələn 6-dan deyək ki 6 0 3 tam onda 5 çıxsa nə qalır? Ondan 5 5 5-dən 2 tam neçəsə qalır. 3 tam neçəsə qalmır. Yəni tam hissəsi neçə olur? 2. 2. Bildiniz? 2. 6-dan 3 tam neçəsə çıxanda 2 tam neçəsə qalır da. Yəni elə bir ki 3 tam onda 1-dir məsəl üçün də. Onda çıxanda 2 tam neçəsə qalır cavab. Bizdən də tam hissəsini istəyir. Bəli, tam hissəsini soruşur. O da 2 olur. Bəli. 21. ABC və A1 B1 C1 üçbucaqlarında AB-nin A1 B1-ə nisbəti, BC-nin B1 C1-ə nisbəti və B1 ilə B bərabərdir. Uşaqlar, üçbucağın bir bucağı eyni və iki tərəfi mütənasibdirsə, bu üçbucaqlar oxşarsa. Yəni görsün mütənasib nə deməkdir? Tərəflərin nisbəti bərabər. Görsən AB-nin A1 B1-ə yazıblar, BC-nin B1 C1-ə yazıblar. O nisbətlər bərabər 5-dirsə, onda AC 3-dürsə, A1 C1-dəki x-dırsa, 3-ü x-a böləndə o da 5 eləməlidir. Onda 3 bölünsün x bərabərdir 5, çarpaz vursan 5x bərabərdir 3, x bərabərdir 0.6 tapmış olacam cavab. Başa düşdünüz necə? Bəli. Yəni bu üçbucaqlar oxşardırsa, tərəflər, yəni AB-nin A1 B1 tərəflər nisbəti hamısı bir-birinə bərabər olmalıdır. 5 eləyibsə, onda AC 3-dürsə, bu biri 0.6 olmalıdır ki, 3-ü 0.6-ya böləndə 5 qalsın.
Sonra 22. Nədir 22-də? İki avtomobil eyni anda və eyni istiqamətdə hərəkətə başladılar və 7 saat sonra görüşdülər. Görüşdükdən 20 saat sonra onlar arasındakı məsafə 240 kilometr oldu. Bu avtomobillər hərəkətə başlayarkən aralarında neçə kilometr məsafə var idi? Necə olub ki, uşaqlar, bunlar ikisi də eyni anda və eyni istiqamətdə hərəkətə başlayıblar, amma eyni yerdən başlamayıblar da. Biri başqa yerdən başlayıb, biri başqa yerdən başlayıb. Eyni istiqamətdə hərəkət ediblər. Yəni, elə ki, bizim durduğumuz yerdən sağa gedirsə, hər ikisi sağa gedib. Və 7 saatdan sonra görüşüblər. Bu necə olub? Eyni istiqamətdə. Eyni istiqamətdə isə başladılar. 7 saatdan sonra. Hə, necə olub ki, görüşüblər? Demək, avtomobillərdən tutaq ki, bax. Hə? Biri əksinə gedir. Yox. Baxın, burada yazıb ki, eyni anda və eyni istiqamətdə. Tutaq ki, avtomobilin biri A nöqtəsindən çıxıb. Bəli, biri B nöqtəsindən hərəkətə başlayıblar. İkisi də eyni anda başlayıb. Məsələn, saat 5-də tutaq ki, hərəkətə başlayıblar. Deməli, A-dan hərəkətə başlayıb bu belə, B-dən hərəkətə başlayanda belə. Eyni istiqamətdə gediblər, 7 saat sonra görüşüblər. Deməli, bu A məntəqəsindən çıxan avtomobil B məntəqəsindən çıxan avtomobildən daha sürətlidir. Çünki gedib ona çatıb və görüşüblər. Görüşəndən sonra A avtomobili B avtomobilini keçib çıxıb gedib. Bax, görüşdükdən 20 saat sonra onlar arasındakı məsafə 240 oldu. Yəni görüşüblər. 20 saata onu 240 kilometr ötübsə, onda mən 240-ı bölürəm 20-yə, tapıram cavabı 12. Yəni A avtomobilinin sürəti B avtomobilinin sürətindən 12 çoxdur. Başa düşdünüz mənim fikrimi? Bəli. Və A avtomobili B avtomobilinə 7 saat sonra çatıbsa, deməli bu 7 saat sonra çatıbsa 12 artıqdır axı sürət. Bu artıq 12 sürətlə 7 saata nə qədər gedir? 12-ni vururam 7-yə 84 kilometr yol getmiş. 84 kilometr. Düz artıq sürəti var da 12 artıq sürətlə 7 saata 84 getmiş olur. Və 7 saatdan sonra gəlib çatıbsa, deməli onlar arasında 84 kilometr məsafə var imiş ki, 7 saata o 12 sürəti artıqdır axı. Gəlib ona çatıb sonra keçib gedib. Başa düşdük bunu? Bəli. Sonra keçirik 23-cü suala. A parametrin hansı qiymətində tənziklər sisteminin sonsuz sayda həlli var? Sonsuz sayda həll odur ki, üçünün də nisbəti bir-birinə bərabər olmalıdır. Yəni A A1-in A2-yə, əvvəl üç. B1-in C2-yə, C1-in D2-yə. 2A çıxılsın 2-nin, 3A çıxılsın 10-a, 4A çıxılsın 12-nin, 10 çıx A-ya. 3 nisbəti 3-ü də bərabər olur. Bunlardan ikisini götürürəm. İkisini götürüb, çarpazlayıb həll eləyirəm. Və tapdığım cavabı üçüncüdə də yerinə qoyuram ki, hamısında eyni nəticə verməlidir də. Deməli, 3A çıxılsın 10, vurulsun A üstə gəl 3, bərabərdir. A vurulsun 2A, çıxılsın 2. Çox həddiyə vuranda birincinin hər bir həddini, ikincinin hər bir həddinə vurur. İkinci nəqliyyətlə 3A-nı A-ya vururam, 3A kvadratı. 3A-nı 3-ə vururam, müsbət 9-a. 9-a. Mənfi 10-u A-ya vururam, mənfi 10-a. Mənfi 10-u 3-ə vururam, mənfi 30. Mənfi 30. A-nı 2-a vururam, 2A kvadratı. A-nı mənfi 2-a vururam, mənfi 2. Burada A kvadratların birini keçirsəm bu tərəfə, yenə də A kvadratı qalır. Ona görə hamısını keçirsəm sola, çünki kvadrat tənli olacaq. 2A kvadratını 3A-nın yanına gətirsəm olacaq A kvadratı. 9A-dan 10A çıxanda mənfi A, A da bu 2A-da mənfi A-nın yanına gələndə müsbət A eləyəcək. Çıxılsın 30 bərabər. Bu 30 keçəcək. bura mənfi A eləyir uşaqlar. Bu 2A bura üstə gəlir 2A kimi gəlir və bu 1A qalır da. Bu mənfi 1-in üstünə 1. İndi kvadrat tənliyin köklərini toplayanda A1-in üstünə A2 mənfi 1 eləməlidir. İkinci əmsalın əksi.
A1-i A2-yə vuranda -30 eləməlidir. O da ki, 5 mənfi 6. bəli, 1 5 kökünü mənfi 6. bəli, -6 ilə 5. Toplayanda -1 edir, vuranda -30 edir. İndi uşaqlar, biz burada -6-nı da 5-i də aparıb yerinə qoymalıyıq. Görək, -6-nı qoyanda bunlar hamısı bir-birinə bərabər olacaq, yoxsa 5-i yerinə qoyanda. İndi birinci, məsələn, 5-i gətirib qoyuram birinci kəsirdə yerinə. Məxrəc olacaq 5, sürət olacaq 8. 5 də 8 olacaq. İkinci kəsirimizdə 5-i qoyuram. 3 dəfə 5-in 15, 15-dən 10 çıxanda 5. Sürətdə də 2 dəfə 5-in 10, ondan 2 8. 5 də 8 eləyəcək. Axırıncıda da 5-i yerinə qoysam. Sürət olur 4 dəfə 5 20. 20-dən 12 çıxanda 8. Aşağıda da ondan 5 çıxanda 5. 5 də 8 elər. 5 ödədir. -6-nı qoyaq yerinə. Birincidə. Sürət olacaq, məxrəc olacaq -6. Məxrəc -6. Sürət də -6-nın üstünə 3, -3. -6-da 3 elə 2 ilə 1. Sonra -6-nı aparıb o birində yerinə qoyuram. 3 dəfə -6, -18 çıxılsın 10. -28. Sürət -12 çıxılsın 2, -14. Bu da 2 ilə 1 elədir. -6-nı axırıncıda yerinə qoysam. 10 çıxılsın -6, 16. Sürətdəki 4 dəfə 6, -24 çıxılsın, -36. Bu artıq 2 ilə 1 eləmədi. Gördünüz? -6-nı yerinə qoyanda birincinin cavabı 2 ilə 1 elədi, ikincinin cavabı 2 ilə 1 elədi, üçüncü fərqli elədi. Bu artıq həlli yoxdur qaydasının həlli oldu. Ona görə -6-nı götürmürük. Cavabı götürürük. 5. Sonra sual 24. A və B həqiqi ədədləri üçün A kvadratında A kvadratı B, B-də 2. Üstəgəl AB kvadratında 3 bərabərdir 5 və 2A çıxılsın 3B bərabərdir A kvadratı B kvadratı olarsa B bölünsün A nisbətini tap. 2 bölünsün A kvadratı B üstəgəl 3 bölünsün A B kvadratı bərabər 5. Şöyle bu verilən ifadənin orta məxrəci nədir? A kubu, B kubu. A kubu, B kubu. A kvadratı B kvadratı. Demişdik axı, qüvvəti böyük olan orta məxrəc kimi götürülür də, eyni olan. A kvadratı B kvadratı. Onda birinci kəsirimizin sürət və məxrəcini B-yə vuracam. 2B bölünsün A kvadratı B kvadratı olacaq. İkinci kəsirimizin sürət və məxrəcini A-ya vuracam. O da A kvadratı B kvadratında 3A olacaq. Bərabərdir 5. Məxrəclər eyni oldu. Məxrəc olduğu kimi saxlayıram. Sürətə 2B çıxılsın 3A yazıram. Bərabərdir 5. Niyə mən bunu orta məxrəcə gətirdim? Çünki burada görürsünüz verib ki A kvadratı B kvadratı 2A çıxılsın 3B'dir. Gətirib burada məxrəcə 10 yazsam, sürət 2A üstə gəl 3B'dir. 2B üstə gəl 3A. Məxrəc olur 2A çıxılsın 3B. Bərabərdir 1-də 5. Mənə B bölü A lazımdır. B bölü A-nı tapmaq istəyirəm. Şöyle çarpaz vuracam. B bölü A-nı tapacam da. Onsuz A-nı B ilə ifadə eləsəm tapa biləcəm. Deməli, çarpaz vururam. 2B üstə gəl 3A. Bərabərdir 10A çıxılsın 15B. A-ları sola, B-ləri sağa və yaxud da B-ləri sola keçirirəm ki, mənfi olmasın. 2B, 15B gəldi onun yanına. 10A çıxılsın 3A. 17B bərabərdir 7A. Bizdən nəyi soruşur? B bölü A-nı. Hər tərəfi A-ya bölürəm. Olur 17B bölünsün A bərabərdir 7. A-ya böldüm, belə oldu. Sonra hər tərəfi 17-yə də bölürəm. Solda B bölü A qalır, sağda qalır 7 bölü 17. Bizə də B bölü A lazım idi. B bölü A oldu. 7 bölü 17. 17'də 7. Hə. Bununla da biz cavabı tapmış olduq. Bildiniz necə? Bəli. Axırıncı sual ədədi silsilədir. Onu keçməmisiniz. Ona görə onu izah eləmirəm. Yəni A5-i A3 üstə gəl deməli 2D. A8-i A3 üstə gəl 5D yazıb 5D 2 yazıb buradan çarpazlayıb A üstləri
islah eləmək olar və yaxud da A3 soruşur. Yəni bu şəkildə yazsaq tapmaq olar. Və yaxud da A1 ilə yazıb tapmaq olar məsələni. Sadəcə siz keçməmisiniz deyə mən bunu izah eləməyəcəm. İmtahanlardan sonra sizlə dərsini keçəndə bu testləri eləyə bilərik.